Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk önce alemlerin Rabbi olan Allah'a həmd olsun. Həmd olsun Allah'a ki, Allah Teala bizi belə xeyirli məclislərə müvəffəq edir. Allah Teala bizim üçün asanlaşdırır. Bu Allah'ın bize olan böyük nimətlərindəndir. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nimət Allah'tandır. Və sonra mən də təbrik edirəm Ramil qardaşımızın, həmçinin qardaşın qohum olduğu ailəni. Allah'tan istəyirəm ki, Allah Teala bu evliliği xeyir üzərində etsin, bərəkətli etsin, faydalı etsin. Allah Teala bu evlilikdən onlara peşmançılıq verməsin, onlara əməli salih evlatlar nəsib etsin. Həmçinin bəyimizi təbrik edirəm Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi ən xeyirli, bərəkətli duanı edirəm onun üçün. Barakallahu lək və barakə aleyk və cəməə beynəkumə fi xeyr. Allah sənə bərəkət versin, qardaş. Allahın bərəkəti, xeyri sənin üzərində olsun. Allah Teala səni də, ailəvi də, hər ikimizi xeyir, bərəkət üzərində cəm etsin. Əlhəmdülillah, duaların ən yaxşısı budur, ən xeyirlisi budur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu bizə öyrədir. Və sonra dəyərli qardaşlarım, dəyərli ağsaqqallarımız, qonaqlar, Allahın bizə bir çox nemətləri var. Gəlin bugün Allahın nemətlərindən bir neməti xatırlayan və buna görə Allah Teala şükür eləyək. Təriflər deyək Allah Teala. Çünki Allah Teala bunun əhlidir. Allah Teala buna layiqdir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ Allah Teala buyurur ki, Rəbbivi nemətlərinə gəldikdə onlardan danış. Bizim üzərimizə düşən Allahın nemətlərini dilimizlə etiraf eləmək, qəlbimizlə əzm eləmək, əqd eləmək ki, Allahdandır və sonra əməllərimizdə Allah Teala'ya şükür eləməkdir. Allahın bizə verdiyi böyük, ən böyük nemət, bundan sonra bizə böyük bir nemət verilməyəcək. O da İslam nemətidir, qardaşlarım. Allah Teala bizi müsəlman edir. Allah Teala bu dini nemət adlandırır. Buyurur ki, Allah Teala öz kəlamında "Əl-yevmə ətməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raduytu ləkum İsləmə dinə." Allah Teala buyurur ki, bugün sizin dininizi kamil etdim. Sizə olan nimətimi tamamladım və İslamdan sizin üçün din olaraq razı qaldım. Dəyərli qardaşlar, fikir versəz, Allah Teala deyir ki, وَاَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِ Sizə olan neymətimi tamamladım. Allah Teala bu dinə neymət deyir. Qardaşlarım, bu dinin bizə bir çox xeyirləri var. Vallahi sayılmayacaq qədər xeyirləri var bu dinin bizə. Kəşke biz başa düşərdik ki, Allah Teala bu dini bizə verməklə bizə necə xeyir istəyib. Allah Teala bizi necə izzətləndirib, necə uzaldıb, necə hörmət qoyub. Ona görə Ömər, Allah ona razı olsun, İslamın ikinci xəlifəsi, o dəyərli, Allah qatında böyük qiyməti olan o insan deyir ki, İslam gəlməmişdən qabaq, biz zəlil bir qövm idik. Allah Teala bizə İslamı verdi, müsəlman olmağı verdi, bizi izzətləndirdi. Biz İslamdan başqasında izzət axtarsaq, Allah Teala bizi rəzil eləyər. Gəlin baxaq, qardaşlar, İslam bizə nə verir? Umumən, İslam nə deməkdir? Bəzən görürsən, insanlardan soruşursan ki, qardaş, sən müsəlmansan. Lakin bilirsənmi, İslam nə deməkdir? Görürsən, bilmir. İslam kəlməsi, dəyərli qardaşlarım, lüğəti mənası, yəni təslim olmaq. Kim deyirsə ki, mən müsəlmanam, o demək istəyir ki, mən Allaha təslim olmuşam. Lakin lüğəti mənanı biləndən sonra gərək sən şərii mənanı, İstilahı mənanı da biləsən ki, yaxşı sən müsəlmansan, təslim olmuşsan.
necə təslim olmusan? O təslimiyyatın keyfiyyəti necədir? Mən də onu eləmək istəyirəm. Gərək onu biləsən. İslam elm əhlidir ki, əl-istisnamu lillahi bil-təvhid. Tövhid ilə Allaha təslim olmaq. Yəni, ibadətlərdə Allahı təkləşdirərək Allaha təslim olmaq. Vəl-inqiyadu ləhu bil-ta'ati. Allahın əmirlərini yerinə yetirərək, ona boyun əymək, itaət eləmək. Vəl-bara'atu minəş-şirki və əhlihi. Allaha şirk qoşmaqdan uzaq olmaq, şirk qoşan insanları tərk eləmək, əgər məqam düşərsə onlara Allahın dinini öyrətmək. Bax, İslam budur, dəyərli qardaşlarım. Bir çoxumuz özümüzü İslama nisbət edirik, lakin mənasını bilmirik. Gəlin, bilək hamımız. Hamımız bilək ki, bizim necə əzəmətli dinimiz var. Yaxşı, İslam bizə nə verib? Gəlin, onları xatırlayaq. İslam bizə verib tək Allaha ibadət eləməyi. İslam bizi izzətləndirib daşların qarşısında əyilməməklə, hansısa bütün daşın, pirin, ağacın, hansısa babanın heç bir kəramətinin olmadığına etiqad etməməklə, bütün ibadətlərə layiq olan Allahın olduğu ilə bizi izzətləndirib, hörmətli eləyib Allah. Kim hansısa daşa səcdə edirsə, Allahdan qeyrisindən istəyirsə, Allahdan qeyrisindən möhtazdırsa, vallahi o insanın qəlbi kasıldır. O insanın qəlbi qorxu içindədir. O insanın qəlbi narahatdır. Heç vaxt rahatlıq tapmayacaq. İslam bizə verib Muhammed sallallahu aleyhi ve sellem'i. Allah Teala bu dinlə göndərib Muhammed sallallahu aleyhi ve sellem'i. Və o insanı bizə tanıtdırıb, bizə öyrədib ki, onun arxasıca gedək. Allah Teala buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى İn huwa illa vahyu yuha. Muhammed sallallahu aleyhi ve sellem ne danışırdısa Allah'ın vəhyi ilə danışırdı. Öz nəfsindən danışmazdı. Hətta baxın, vallahi başqa ayədə Allah Teala deyir ki: "وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينِ." Görün nə deyir? Hətta Muhammed sallallahu aleyhi ve sellemin vəzifəsini bizə başlayır ki, Allah Teala. Onun işi nə idi? Bir ki, əgər Muhammed özündən bəzi kəlmələri uydurub bizə nisbət etsəydi, Allaha nisbət etsəydi, biz onu sağ ayağından bir yaxalayıb şah damarını kəsərdik. Allahu Akbar. Görün Allah Teala nə deyir? Bizə öyrədir ki, biz heç Muhammed sallallahu aleyhi ve sellem'e də ibadət etməli deyilik. Baxmayaraq ki, Peyğəmbərdir. O bizə gəlib Allahı tanıdı, Allahı öyrədib, Allahı sevməyi öyrədib, Allaha tərəf yönəlməyi öyrədib, Allah üçün yaşamağı öyrədib. Bu da İslamın bizə olan böyük nimətidir. Allah Teala deyir ki, "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah ve yaghfir lekum zunubakum." Allah deyir ki, Muhammed sallallahu aleyhi ve sellem'e deyir ki, onlara, insanlara, əgər siz Allah'ı sevdiyinizi iddia edirsinizsə, onda mənə tabi ol. Yəni Muhammed sallallahu aleyhi ve sellem'e tabi olun. Tabi olsanız Allah da sizi sevəcək və günahlarınızı bağışlayacaq. Kim Muhammed sallallahu aleyhi ve sellem'e tabi deyilsə, öz nəfsi istəklərinə tabidirsə, ata babasının yolunu gedirsə, özünə din olaraq əcdadlarının yolunu seçibsə, bilsin ki, Allah ondan razı olmayacaq. Allah ondan qəbul eləməyəcək. Allah onun əməllərini batil eləyəcək, pus eləyəcək. Allah Teala deyir ki, وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. Qiyamət günü dağlar boyda əməllər eləmiş insanlar gələcək. 70 il ibadət eləyən, 80 il ibadət eləyən, 60 il ibadət eləyən, lakin sən təsəvvür elə ki, səhv ibadət eləyir. Allah Teala onun əməllərini puç eləyəcək. Allahdan qeyrisinə dua eləyir. Allahdan qeyrisinə qurban kəsir. Allahdan qeyrisindən qorxu. O qorxu ki, ona Allah layiqdir. Bu İslamın bizə verdiyi nemətlərdən dəyərli qardaşım, bizi ədəbli eləyib. Ədəbli eləyib atamızla, anamızla. İslam bizi ədəbli eləyib ən birinci Allahla. Allahla ədəbimiz var, gizlində, aşkarda. Allahla tək qalanda çalışırıq, Allaha qarşı ədəbsizlik eləməyək. Başa düşürük ki, Allah bizi görür, Allah bizi eşidir, Allah bizə nəzarət eləyir,
Allah bizdən xəbərdardır. Ən gözəl ədəb budur. Əgər bir insan insanların içində başı aşağı gəzirsə, özünü əxlaqlı göstərirsə, Allahla tək qalanda günahlarla Allaha qarşı mübarizə aparırsa, mən demirəm, siz deyin, o insan ədəbli sayıla bilər. İnsanın əsas ədəbi Rəbbinə qarşı olmalıdır. Onu yaradan, ona gözlər verən, ona qulaqlar verən, ona döyünən qəlb verən, ona ən şərəfli saydığı başını verən Allaha qarşı ədəbli olmalıdır. Vallahi, İslam bizə ədəb öyrədib ata-ana ilə. İslam bizə öyrədib ki, onlara yaxşı baxmalıyıq, onlara uf deməməliyik, onların qayğısına qalmalıyıq, yaşdaşdalar təvazükarlıq eləməliyik, malımızdan onlara yedizdirməliyik, onları sevməliyik, onları bəsləməliyik, onlara xoş sözlər deməliyik. Xoş sözün bütün mənaları ilə onlara davranmalıyıq. İslam bizə öyrədib ədəbli olmağı bütün insanlarla. Allah Teala deyir ki, وَقُولُ لِلنَّاسِ حُسْنًا İnsanlara gözəl söz deyin. Görsən, İslam bizə öyrədib bunu. İslam bizə öyrədib qonşularla gözəl davranmağı, onların haqqına girməməyi, onların namusuna göz dikməməyi, onların qapılarında, yollarında onlara əziyyət verən şeyləri qoymamağı, onların qeybətini etməməyi, onların bir ehtiyacı olarsa onlara kömək etməyi. Görsən, İslamın bizə öyrətdiklərindəndir, vallahi. İslam bizə öyrədib əxlaqlı olmağı, danışığımıza fikir verməyi, oturuşumuza fikir verməyi. İslam bizə başa salıb ki, sən əgər müsəlmansansa, sən Allah və Rəsulunun dinini təmsil edirsən. Gərək insanların içində özünü yaxşı aparasan. Çünki sənə baxıb deyirlər ki, bax, bu müsəlmandır, bu doğru danışandır, bu yalan danışmaz, bu etibarlı adamdır, bu Allahdan qorxan adamdır. Buna mən güvənirəm. Bunda heç vaxt yalan görməmişəm, xəyanət görməmişəm. Bunlar hardandır qardaşlar? İslam bunu bizə verir. Bu din bunu bizə verir. Ona görə biz gərək bunları qoruyaq. Həmçinin İslamın bizə verdiyi böyük nemətlərdən dəyərli qardaşlarım, səbirli olmaqdır. İslam bizə öyrədib ki, səbirlə Allaha ibadət edək. Möminlərin əmiri, İslamın 4-cü xəlifəsi, Əli, Allah ondan razı olsun. Görün, səbir barədə necə gözəl deyir. Deyir ki, bir adamın səbiri yoxdursa, sanki onun bədənində başı yoxdur. Başı yoxdur. Səbir olmasa, sən Allaha ibadət edə bilməyəcəksən. Çünki namaz qılmaq üçün səbir lazımdır. Oruç tutmaq üçün səbir lazımdır. Valideynlərin cəfasına səbir eləmək lazımdır. Hamısı səndən səbir istəyir. Ölənə qədər Allaha ibadət etmək səbir istəyir. Çöldə gedən naməhrəm qadınlara baxmamaqda səbir lazımdır. Gözünü qorumalısan, səbir eləməlisən haramlardan çəkinməkdən. Nəfsinin istədiyi haramları etməməkdə, nəfsinlə mübarizə aparmaqda sən səbir lazımdır. Ona görə Allah Teala deyir ki, "Vasbir və mə sabruka illə billah." Sən səbirli ol, səbrin Allah üçündür. İslam bizə öyrədir ki, gərək biz Allaha görə səbir eləyək. Allahla qarşılaşacağımız günə qədər səbirli olaq. Niyə görə? Çünki Allah Teala bu səbrin əvəzini böyük bir mükafatla verəcək. İslam bizə öyrədir, dəyərli qardaşlarım, şükür eləməyi. Baxın, əlhamdülillah, bizim bu danışıqlarımız şükürdən sayılır. Yiyirik, içirik, başlayanda Bismillah ilə başlamışıq. İnşallah bitirəndə əlhamdülillah deyəcəyik. Görürsən, bəzi toylarda hətta görürsünüz, yiyirik, içirik, danışırıq, namaz vaxtı gələndə durur, namazımızı da qılırıq, əlhamdülillah. Ne üçün? Çünki biz başa düşürük ki, bütün bu ruzular hamısı biz elə ibadəti rahat edək deyə Allah Teala bizə verir. Əgər yemək, içmək, mal, mülk, oğul, uşaq, hörmətin səni Allaha ibadətdən yayındırırsa, vallahi sən şükür edənlərdən sayılmırsan. Həmçinin İslamın bizə öyrətdiyi hikmətli olmaqdır. Hər şeyi öz yerində eləmək, nə gəldi danışmamaq, ağsaqqala hörmət eləmək, lazım olanda danışmaq, lazım olanda susmaq, hər şeyi danışmamaq. Hamısı İslamın bizə verdiyi nemətlərdir vallahi. Həmçə İslam bizə öyrədib ədalətli olmağı. Çalışırsan hər kəsin haqqını özünə verəsən. Atanın, ananın haqqını özünə verəsən. Allahın haqqını özünə verəsən. Bəzən görürsən ki, ata-ana elə şeylərdə evlada qadağa eləyir ki,
O şeylərdə ona qulaq asmaq düzgün deyil. Məsələn, nəydə? Ata-ana bəzən deyir ki, namaz qılma. Qızına deyir ki, hicab bağlama. Bu məsələdə qulaq asılırsan. Lakin gözəl davranırsan. Çünki bu onun haqqı deyil axı. Ədalətsizlikdir. Gərək Allaha itaat eləyəsən burada. Valideynə dünyavi məsələlərdə hər bir şeydə itaat eləyirsən. Ədalətli olursan insanların arasında, hətta öz əleyhivə olsa da, Allah Teala deyir ki, وَإِذَا قُلْتُمْ فَعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبًا Danışsaz, adil olun. Hətta yaxın qohumunuz olsa da belə. Əleyhivə olsa da sən gərək düzün deyəsən. Ədalətli olasan, insanlara zülm eləməyəsən. Həmçinin İslamın bizə öyrətdiyi dəyərli qardaşlarım, itaət eləməkdir. İtaət. İslam bizə öyrədir ki, itaət eləməliyik. Məsələn, Allahın özünə, onun Rəsuluna, dövlətin başçısına, Allah Teala Quran-ı Kərimdə deyir ki, Ati-Allah, Allaha itaət eləyin. Və ati-ur Rasul, Rasul'a itaət eləyin. Və ulul əmri minkum, özünüzdən olan əmr sahiblərinə. Bəzən biz belə şeyləri danışanda kimsə deyir ki, siz dövləti çox tərifləyirsiniz, dövlət üçün çox dua edirsiniz və yaxud da, yəni bu dövlət sənə nə verib ki, sən dövlətin bu qədər müdafiə edirsən? Yəni, qardaş, mən Azərbaycanlıyam, əlhamdülillah. Və mənim ölkəmin rəhbəri müsəlmandır. Ölkəm müsəlman ölkəsidir. Azanlar verilir, cümə namazları qılınır. Allahın adı bu ölkədə uca tutulur. Hansı ölkədə asilik yoxdur ki? Hətta sənə görə kitabla, sünnənlə hökm verən ölkələrdə də asilik var. Vallahi baxsan orada da asilik var. Ola bilər biraz az, biraz çox. Lakin əlhamdülillah Allah bizə öyrədib itaət eləməyi. Onun qədrin, qiymətini bilmək. Sən təsəvvür elə ki, əmin-amanlıq yoxdur. Sən burada otura bilərsən, sən ailənlə küçədə gedə bilərsən, sən əmin-amanlıq olmasa, o milyonumu, milyardımı yiyib içə bilərsən, əlbəttə ki, yox. Ona görə başa düşmək lazımdır ki, qardaşlarım, bu bir neymətdir. İtaətin özü bir neymətdir. Yaxşı, mən deyirəm Allah qorusun, Allah kömək olsun, Allah ölkəmizi daha da izzətləndirsin. Yəni, bu mənə bir ziyan gətirir, yoxsa xeyir? Əlbəttə xeyir gətirir. Sən özün sual verirsin ki, sən niyə narahat olursan ki? Səndə ne üçün narahatçılığı var? Yəni, müsəlman deyil ölkənin rəhbəri. Müsəlman üçün dua edir. Bəzilədir ki, dua eləmək lazım deyil, günahları da var. Sən deyirsən ki, Allah günahları eləməkdə ona yardım eləsin. Bu da boş söhbətdir. Sən də günah eləyirsən. Sən də deyəndə Allah razı olsun, o deməkdir ki, günah elədin, Allah razı olsun. Her şey yoxdur axı. Əlhamdülillah. Müsəlmandır, itaat edirik. İslam buna bizə öyrədib. İslam bunu bizə yönəldib. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellemlə qardaşlarım danışanda deyir ki, لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ اِذْ بَعْثَ ف۪يهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَاِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ. Bakın nedir Allah Teala? Allah sizin özünüzdən Rasul gönderib, içinizdən Rasul seçib gönderib. O sizə Allah'ın kitabını oxuyur, ayələrini oxuyur, sizə hikməti, sünnəti öyrədir. Amma siz bundan əvvəl böyük azğınlığın içərisindəydiniz. Baxın qardaşlarım, hamımız vallahi özümüzə baxsaq, hər kəs öz növbəsində Allah'ın bu ayəsinə fikir versin. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ Allah'ın sizə olan neymətini xatırlayın. اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ Bir zaman siz düşmən idiniz, qəlblərimizi birləşdirdi. Fikir verin, qəlblərimizi birləşdirdi deyir Allah Teala. Sonra Allah Teala buyurur ki, اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَةِ اِخْوَانًا Allah'ın neyməti sayəsində qardaş oldunuz. وَكُنْتُمْ عَلَى شَفَى حُفْرَةٍ مِنَ النَّارِ Oddan olan uçurumun kənarındaydınız. Bizim bir çoxumuzun əməlləri yaramaz əməlləri idi. İçənlər, çəkənlər, oğurluq eləyənlər, hətta buna fəxr eləyənlər. Sonra Allah Teala bizim qəlbimizə İslam nurunu saldı. Allah Teala əməllərimizi islah elədi. Allah Teala bizə ədəb verdi. Allah Teala bizi seçdi, fərqləndirdi. Görsən, bəzi yoldaşlar deyir ki, bizdir inanmazdıq bu adam düzəlsin. Hamısı ondan ümidini üzmüşdür. Lakin Allah elə deyil. Allah hidayəti verdisə, vəssalam, adam düzəlir.
Ona görə biz qardaşlarım bu nemətin qədrini bilməliyik. Allah deyir, xatırlayın, oddan olan usurumun kənarından sizi gətirib cənnətin yoluna qoymuşam. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Sələsun mən kunə fihi vəcdə bihinnə həlavətəl iman. 3 dənə şey var ki, o kimdə olsa imanın ləzzətini dadacaq. Hamımız baxar qardaşlarım, bizdə var yoxsa yoxdur. Onlardan birincisi nədir dəyərli qardaşlarım? Allah və Rəsulu sənin üçün hər kəsdən sevimli olmalıdır. Allahı və Rəsulunu ən çox sevməlisən. İkincisi, kimi sevirsənsə Allaha görə sevməlisən. Üçüncüsü, bizim üçün lazım olan məqam. Allah sənə hidayət verib, cəhənnəmin yolundan xilas edib, İslamın nuruna yönəldəndən sonra cəhənnəmə atılmaqdan qorxduğun kimi gəldiyin yerə qayıtmaqdan qorxmalısan. Yəni küfrə, cahilliyə. Allah hamımızı qorusun. Allah Teala bizi bu dünyada La ilahe illallah Muhammed Resulullah sallallahu aleyhi ve sellem şəhadətin üzərində yaşatsın. Allah bizi bunun üzərində bu dünyadan köçürsün. Allah Teala bizim cəmaatımıza, millətimizə hidayət versin. Allah Teala bizim əmin-amanlığımızı qorusun. Kim bizim əmin-amanlığımıza ləkə gətirmək istəyirsə, onu pozmaq istəyirsə, Allah Teala onun o məkirli niyyətini ürəyində qoysun. Allah tamamla eləsin əmin-amanlığımızı. Mən həmçinin dua edirəm ki, Allah Teala subay qardaşlarımıza, bacılarımıza xeyirli, faydalı, bərəkətli evlilik nəsib eləsin. O qardaşlar ki, o bacılar ki, evlənməkdən çətinlik çəkirlər, əziyyət çəkirlər, Allah onlar üçün asanlaşdırsın və yenə də Allah Teala bu evliliyi xeyirli etsin, bərəkətli etsin. Bu evlilikdən vətənini, millətini, dinini sevən xeyirli evlatlar yetişdirsin Allah Teala. Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən, elmimizin azlığından, həmçinin şeytanın bizə olan müdaxiləsindəndir. Aqulu mə səmi'tum və əstəğfirullah li və ləkum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innehu huvəl-ğafurur rahim.